Buranı belə boşaltdım. Paduşkaları yığdım bura. Uşaqlar paduşkanı sevmirdi, ona görə mən dedim, da yığışdırmaz da yerə atırlar, heç istifadə eləmirik. Bizdə belə bir boşluq var. Biraz istəyirəm, bu kronşteyn olur radiatorlar üçün. Belə taxırsam belə kronşteyn, ondan istəyirəm. Əslində radiator satılan yerlərdə olur, amma yenə də baxacağım da, tapsam mütləq alacağım. Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Sizce buranı kim eləyib? Bəli, mən eləmişəm buraları. Uşaqlarım eləyibdi. Gəlirlər, gedirlər, əllərini atırlar və buraları töküşdürürlər. Bir-iki dəfə qoymadım. Fikir verdim ki, istəyirlər ki, yəni baxsınlar ki, yəni bu tökəndən olacaq ki yerə. Qoydum. Dedim, yaxşı tökün, tökdülər. Mən heç bir şey. İndi yığışdırdım, artıq neçə gündür, 3 gün olar bəlkə də. Artıq əlləri dəymir bura. Deyirlər ki, onun içində maraqlı elə bir şey yoxdur. Deməli, videom gecikirdi, çünki səbəbi var idi bunun. InShot demək olar ki, mən videolarımı yükləmir. Axırıncı paylaşdığım videoyu da mən belə zaps elədim. Yəni ekran zapsı. Yəni InShot bilmirəm, son vaxtlar nədənsə videolarımı yükləmir. Ya gərək mən videolarımı daimi olaraq 10 dəqiqəlik eləyim ki, 10 dəqiqəlik videoyu hərdən bir belə deyim ki, yüklüyür. Ona görə fikirləşirəm ki, elə bəlkə də elə davamlı olaraq 10 dəqiqə paylaşım. İzləyicilərim uzun video istəyir. Məndə də ki, alınmır o. Yükləmək bir yandan dərddir, bir yandan da zaps eləmək bir dərddir. Ona görə çox xahiş edirəm, inciməyənə görə uzun video paylaşa bilmirəmsə, həqiqətən də çalışıram ki, uzun olsun. Həm də ki, videolarımı çox qısaldıram. Baxırsan ki, bir saatlıq videoda o qədər lazımsız yerlər çıxır ki, bəzi yerlərdə sürətləndirirəm deyə başı qısalır. Qalır ortada heç bir şey. Keçən dəfə bir video paylaşmışdım. Smarodinanı necə vakuumlamaq olar, yəni vakuum aparatı olmadan zip paketdən. Deməli, mən bunu nəfəsimlə bunun havasının içindən alıram, belə vakuum formasına gətirirəm və bir neçə xanımlar elə bildilər ki, vəsyo da mən xəstəyəm. Bunu da məndən başqa heç kim yeməməlidir. Ailəm isə vəsyo xəstələnəcəklər. Mən bilmirəm, o xanımlar niyə məntiqlə düşünmürlər? Yəni mən xəstə olsam, əgər Allah uzaq eləsin, Allah heç kimə göstərməsin. Yəni xəstə olsam təbii ki, mən ümumiyyətlə onu heç vaxt eləmərəm. Plus evdə heç yemək də bişirmərəm. Yəni bu insanlar niyə belə düşünür? Həm də mənim ora havam heç dəymir, axı nəfəsim dəymir. Mən onun içindəki nəfəsini əslində çəkib çıxardıram. Sağ olsunlar, izləyicilərim də cavablarını verdilər ki, bəs nəfəsini vermir də, içindəki havanı çıxardır. Kimdə ki evdə bu vakuum aparatı yoxdursa, çox xanımlar elə eləyirlər. Baxıram, mən ruslar da paylaşır, xaricilər də paylaşır, öz qızlarımız da paylaşır ki, bəs içinin havasını nəfəsi ilə çəkirsən, çıxır və olur vakuum. Qoyursan buzdolabına ki, şey donur, qışa qalır. Demək istədiyim odur ki, yəni bəzi insanlar həqiqətən də düşünmədən rəy bildirirlər. Öyrədim, gəldim Sinsəyə ki, bunu alıram. Buna baxın, 3 manat. 3 manata düşüb, 3 manatdır. Yaman tut. Gəl görək, bu dəfə Temudan nə sifarişlərimiz gəlib. Qayçımızı götürdük. Bir balaca deyəsən yolda çirkilənib, amma eyb yox, salatanını atırıq. Bu şey koftadır bu. Üçlü belə koftadır. Bir budur, sadə ağ rəngdə və yenə şokolad rəngdə belə. Baxın. Ayaqqabı sifariş elədim bir dənə. Endirimə düşmüşdü. Baxdım ki, endirimdədir, dedim sifariş eləyim. Belə bir şey. 38 sifariş eləmişəm. Mən hər zaman ayaqqabılarımı bir razmer böyük giyinirim. Əslində 37-dir mənim ölçüm, amma ki həmişə 38 alıram ki, biraz böyük olsun. Nə yazılıb bunun üstünə? Zebra Honor. Zebra Honor. İçindən də belə bir şey çıxır ki, yəni formasını itirməsin. Belə şeydir amma. Xoşuma gəldi. Gözəldir. Hə, bunu evdə geyinmək üçün aldım. Bunda belə rezinkası var. İki tərəfində də belədir. Və bir də koftanın özü. Bir qolu elə bir ki, bilirsiniz necədir, indi görərsiniz videolarda. Bir balaca belə düşük kimidir. Baxın, belə bir şeydir. İki dənədir. Bir qara rəngdə, bir də ağ rəngdə. Əsas baza rəngləri aldım. Bunu mən çox istəyirdim. Buna baxın. Görün nə gözəldir. Kamerada mən niyə belə kök, gömbul düşürəm? Qollarıma baxın. Buna baxın. Deyək ki, ramkadır. Ramkanın içində də belə şəkil. Böyük ölçüdür, qəşəng. Çox xoşuma gəldi. Gözəldir. Hə, bu deməli, mən bu süfrəm oradan-buradan bir balaca deşiklər açılıbdır. Elə bir vilka falan dəyir deyənə. Ona görə dedim ki, dəyişim. Həm də bundan bezdim artıq, sözün düzü. Və ona görə belə bir şey aldım. Bu da belə kənarları rezindir. Baxın, belə bir şeydir. Özü isə belədir, elə bir iki taxtadır. Hamısının linkini bu videonun aşağı hissəsində bölüşəcəm. İstəsəniz keçib oradan baxıb sifariş eləyə bilərsiniz. Çanta sifariş elədim. Burada biraz sap var. Problem deyil, bunu kəsərəm. Mən özü görün nə gözəldir. Bilən.
Burada zamoku var. Uzun kəməri də var içində, baxın. Belə bir şeydir. Biraz əzilmiş yerləri də var, amma ki o belə deyim sizə problem deyil də, yəni. Qəşəng də özü. Əsas odur ki, içinə hər şey sığışır. Telefon falan da sığışacaqdır. Belə bir şeydir. Sonra burada nə var? Bir dəqiqə. Bu bir. Bundan bir dənə də olmalıdır. Baxın, hardadır bu? Budur mu yoxsa? Bilmədim. Bir dənə baxım. Yox, bu eynəkdir. Açıqı. Bundan sadəcə 2 dənə sifariş eləmişdim. Ola bilsin indi çıxar, baxaram. Belə bir açıqı sifariş elədim. Cəmi deyəsən 3 manata aldım mən bunu. Səhv eləmirəmsə, baxın. Belə bir şeydir. Baxın, belə bir şey. İndi dəbdə olan açıqılərdəndir, eynəklərdən. Bir də başımdadır. Uşaqları bağçaya aparanda taxmışdım. Onu da Temudan sifariş eləmişim. O qədər gözəldir ki, gözəl durur. Bu bilirsiniz nədir? Yəni göstərim sizə. Belə bir linerdir. Amma elə belə liner deyil də. Baxın. Belə çəkirik və rəngbərəng olur da, belə deyim sizə. Belə eləyirsən bir başqa rəngi olur, elə eləyirsən bir başqa rəngi olur. Amma burada niyə göstərmir ki onu? Belə qəşəng rəngi var, rəngbərəng olur da. Burada mı göstərmir onu? İndi baxaram vəziyyətə. Belə açılır və bağlanır. Bilərzik. Nə vaxtdır aksesuar sifariş eləmirdim mən Temudan. Heç bir şey sifariş eləmirdim. Axır ki, dedim bunu sifariş eləyim. Çox xoşuma gəldi. Belə ürək detalı var, paslanmaz poladdır və aşağı hissəsi də belədir. Baxın, burada məndə də var, hətta ondan. Belə bir şey. Qəşəngdir amma. Corablar. Deyirəm, bu nədir mən? Corab sifariş elədim. Krasovka falan geyinəndə mən krasovkaları belə ağ corablarla sevirəm geyinməyi. Ona görə dedim bir dənə alım. Əvvəldə almışdım, yaxşı çıxmışdı onlar da. Prosta sonradan o yuduqca balacalaşdı. Ona görə biraz tərəddüd eləyirdim almağa. Amma bu balacalarına oxşamır. Həm də bunu alanlar dedilər ki, bəs təkrar bir də alıblar. Ki, bəs həqiqətən də keyfiyyəti qəşəng keçibdi. Bir ildən sonra nəticəsini göstərmişdi. 5 dəsdir. Bunu ataq. Sonra bunu yoldaşıma sifariş eləmişdim. Bir dənə göstərim. Burada mənim əkizlərimin adıdır. Baxın, Ramin, Rail. Bunu özünüz yazdıra bilirsiniz. Bir dənə də uşaq qoya bilərsiniz. 1.50. Sonra... deyəsən budur. Budur. Buna baxın. Rəngbərəng olur da. Mən deyəsən gümüş rəngi aldım. Çox rəngli belə şey istəmədim. Çünki bir dənə bunu sonra rəngli aldım. Burada məndə indi baxın, əlimdə baxıram, rəngbərəngdir. Baxın, belə fırladıram. Bənövşəyi rəng olur, belə fırladıram, göy olur. Sonra burada qəhvəyi tonlar da var, yəni kofe rəngdə. Amma burada görsənmir. Gəlin bunu da swatch eləyək. Baxın, belə bir şey. Burada deməli pink rəng də var, yaşıl da var. Görsənir, baxın. Daha hiçbir şey yoxdur. Getdik. Bunun. Deyirəm, bu nədir yaşıl rəngdə? Qızma şal var. Kombat şal vardı. Əyində qəşəng dururdu belə modelin əynində. Xoşumuza gəldi və dedik biz də alaq. Gəlin belə deyim sizə. Kombatdır. Qıraqlarında belə cibi var. Mənim qızım bu tip geyimləri sevir. Mənim də xoşuma gəlir əslində. Ayağı belə düzdür, amma ayağını büzmək də olar. Bu da belə evdə geyinmək üçün şalvarlar. Yenə ikisi bir yerdə. Bunun eyni formada mənim rubaşkam var. Yuyursan xarab olmur. Eynən budur. Eynən budur. Çox qəşəngdir amma. Ayaqları geniş, evdə geyinmək üçün. Belə burada qatması var. Göstərəmədim. Burada belə qatması var. Baxın. Belə rezinkadır. Bir də belə bej rəngdə. Bunun cibiləri də var imiş. Xəbərim yoxdur. Namaqın cibi də var. Mən bunu 11 manat aldım deyəsən, ikisini bir yerdə. Bu da mənim sifarişlərim. Bir də əsas məsələm. Sinseyə getdim və ürəyim durmadı. Dedim, bunu mütləq almalıyam. Bu domik. Yenə nə qəşəngdir. 3 manat 90 qəpiyə aldım mən bunu. Buradan şamı qoyursan. Düzdür, burada yazılıb 2.99-a, yəni 3 manata, amma sonradan yəqin qalxıb qiyməti belə. Çox xoşuma gəldi. 2 ədəd qalmışdı. Biri zədəli idi biraz. Bu isə qəşəng qalmışdı. Yəni mən baxanda hardasa 3 dənə, 4 dənə belə var idi. Dəqiq var idi. Amma sonra azaldı. Dedim, var ki, gedim alım. Bura şam qoyacağım və belə bir işıqdır. Bura qoyacağıq. Nə baxın. Qəşəngdir. Bu iridir. Yeni ildə falan da qoymağa qəşəngdir. Xoşuma gəldi. Bunlar da mənim alışverişim. Bundan sifarişim gəlibdi. Bunun nə olduğunu short videoda paylaşacağım. Mütləq izləmədə qalın. Çox böyük bir şeydir. Amma nədir? Çox maraqlı bir şeydir. Bir də
Bir dənə də şey sifariş etmişdim, balaca bir şey. Gəl göstərim sizə bu nədir. Baxın belə bir şeydir, pişikdir. Qapının altına keçirdirsən və qapı örtülmür də. Bizdə də skvozyak olurdu, yəni aynaları açırıq, ona görə qapı bağlanır. Bir ədəd aldım. İndi görüm xoşuma gəlsə birini də alacağam. Bunu isə short videoda izləyin, orada paylaşacağam. Boş dururdum və birdən yadıma düşdü ki, məndə belə bir şeylər var idi. Dedim onu göstərim sizə, keçmişdən qalma. Bu gümüş üzükdür, qoyuram. Əslində bilərziklərimi axtarırdım. Bir dənə bunu tapdım, amma o biriləri bilmirəm hara qoymuşam evdə. Gəlsə göstərim mənim köhnədən qalmış nələrim var. Mən əvvəllər nələr taxırdım. Mən əvvəl belə iri boyunbağlar falan taxırdım. Çox xoşuma gəlirdi. Mən Rusiyadan almışdım, Sibirdən. Taxtadan əl işidir. Yəni köhnə bir şeydir. Çox xoşuma gəlir. Dedim ki, niyə taxmıram ki bunları, qəşəngdir. Hə, bu belə. Bunu mən özüm düzəltmişdim deyəsən. Hə, bunu mən özüm düzəltmişdim. Baxın belə buradan da bağlanır. Fırlanır da belə. Sep idi də belə. Taxırdım belə şeylər. Sonra bunu da çoxdan almışıq. Baxın belə bir şeydir. Ağdır. Belə bir şeydir, görürsüz. Yayda qəşəng gedir. Sonra belə bir çiçək var. Bunların bir də ağ rəngi falan da olmalıdır. Baxın belə muncuqdandır. Bunu da illər öncə Rusiyadan almışdım. Bu da qəşəngdir. Boyunda gözəl görsənir daha, baxın. Bunların rəngi getməyibdi, baxın bu qızılı hissənin. Amma ki bu arxa tərəfi ki var, bu bağlanan yeri. Baxın bunun rəngi gedibdi. Bu isə özü daha qəşəng qalıbdı belə. Bunu bəlkə taxdım elə, qəşəngdir. Bu heç bu hansısa paltardan qalmadı. Hə, onun bu rəngləri də var idi. Baxın, qırmızı, mavi, bir də ağ rəngi olmalıdır. İndi çıxar üzə. Bu mənim uşaqlığımdan qalıbdı. Belə bir çepdir. Bunu mən yeni ildə taxırdım. Rəngi biraz qaçıbdı. Bunun sırğası da var. Bu rəngdə də donum var idi mənim. Yeni il qeyd edirdik. Rusiyada orada belə taxmışdım. Rəngi qaçıbdı. Amma ki özünü saxlamışım. Belə bir çepim var. Boyunbağı daha doğrusu. Mavi rəngdə. Elə kakraz mavi paltarlarımla falan qəşəng gedər. Belə bir şeydir. Gözəldir. Sonra bunu da Rusiyadan almışdım. İndi gəlin görək bunu aça bilsək. Bunlar gərək qəşəng səliqəyə salam. Bunu da illər öncə almışdım. Çox xoşuma gəlir bu. Dırnaqlarıma fikir verməyin. Dırnaqlarım əslində dəyişməlidir. Dəyişəcəm. Belə gözəldir. Bunu da taxacam. Bunu da Rusiyadan almışdım. Bu da smarodinadır. Keçən dəfə videosunu çəkmişdim bu qışlığa qoymaq üçün. Baxın ondan da. Bunun eynən baxın bundan Temuda sırğasını da tapdım. Hətta səbətə atdım, amma çalmağı düşünmürəm. Belə bir qəşəng bir sepdir. Uzundur, belə gözəldir. Bilmirəm, bunu hardan çıxmışdı, belə yaşıl muncuqlardır. Muncuqlardan bolan. Bunu da Rusiyadan almışdım. Belə qara rəngdə. Bunu mama almışdı mənə, mən uşaq olanda. İllər öncə. Bunun sırğası da var. Bilmirəm, neçə yaşım olardı mənim. Lap köhnədir. Yüngülvari rəngi qaçıbdı, amma belə özü qəşəng qalıbdı. Sırğası da baxın eynən belədir. Bir dənə, baxın elə bir ki, bir dənə bu sallanır. Sırğaları bilmirəm. Deyəsən orada korobkada olmalıdır məndə. Hamısını saxlayıram, atmamışam. Bunu da mama mənə almışdı. Mən onda lap balacaydım. Ona baxın nə qəşəngdir. Bunun da sırğası var. Dəst komplekt şəkildədir. Baxın belə bir şey. Bir də belə bir sep var. Hə, bunun klonu da var. Klonu hardaydı? Klonu var bunun. Belə iri, bayaq gördüm hardasa, hara qoydum ondan qayıtdım. İri belə kəpənəkdir. Bir qanatlı belə kəpənək sallanır ucundan. Məndə bir dəfə bir xanım soruşmuşdu ki, bu nədir belə, bu şkatulkalar hardan almışam. Bu əslində sap qabıdır. Bunu mama mənə 16 il olardı bundan qabaq mama almışdı mənə. Bunun bir də böyüyü var. İndi göstərəcəm sizə. Baxın, bu da böyüyüdür. Üst-üstə belə 16 il bundan qabaq mama almışdı mənə. Hətta görürsünüz düyməsi var. Yəni bu sırf sap qabı üçündür. Bunun içinə sap yığırıq. Burada iynələri falan belə. Bunun içində başına var. Hə, bunun içində də belə yüngülvari şeylər saxlayıram. Antik var. Baxın, bunları məsələn mən Rusiyadan almışdım, amma istifadə eləməyə qıymamışdım. Şamdır. Sonra bu mənim əkizlərimindir. Sonra bu mənim qızımındır. Baxın, 2011-ci ildə anadan olubdur Rusiyada. Bu da qızımındır. Orada palatkasına bağlamışlar. Hamısını saxlamışam. Bunu bəlkə də anı qutusu kimi eləyib saxlayaram bəlkə. Bunun içində qəpiklər var. Belə. Bunu da deməli Zeyda Collection-dan almışdım. Aksesuarlara 50% indirim var idi. O zaman almışdım mən bunu. 12 manatdan 6 manata düşmüşdü. Belə bir qəşəng bir boyunbağıdır. Boyunda bir dənə gözəl görsənir. O qədər gözəl görsənir ki, çox qəşəngdir. Kombinlər elədikcə göstərəcəm sizə. Sadəcə axırıncı dəfə elədiyim kombini çəkmədim. Temudan almışdım. Bu da boyunda o qədər gözəl görsənir. Çox qəşəng görsənir də, yəni boyunda superdir. İstəsəniz yazın mənə, əgər linki qalıbsa sizə göndərərəm. Çox qəşəngdir belə. Bunlar mənim antikvari bilərziklərim sayılır.
Atmamışam heç birini, heç kimə də verməmişəm ki, nə vaxtsa yenə taxaram. Əvvəllər mən çox taxırdım belə böyük bilərziklər, seplər falan. Belə yığdım, qəşəng iri seplərimi istəyirəm burada saxlayım. Əgər istəsəniz yazarsınız mənə. Sizə gələn vloqların birində də boynumda necə görsənirsə onu da göstərərəm sizə. Əgər istəsəniz təbii ki. Bu videonun da sonuna gəldik. İnşallah ki kanalıma abunə olun, dəstək olun. Gələn vloqlarda görüşənədək hələlik.